Azərbaycan döyüş meydanından savayı diplomatik cəbhədə də qələbə qazandı. Son illərdə Bakının atdığı addımlar 30 illik sükutu pozdu. Bu müddət ərzində sülh və normallaşma prosesində bir sıra irəliləyişlər əldə olundu. 44 günlük vətən müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında ilk təmas 2021-ci ildə yanvarın 11-də baş tutdu. Prezident İlham Əliyev və Nikol Paşinyanın görüşü Rusiyanın vasitəçiliyi ilə keçirildi. 10 noyabr bəyanatının icrası, kommunikasiyaların açılması, işçi qrupunun yaradılması məsələləri müzakirə edildi. 2021-ci ilin noyabrın 26-sında Soçidə yenidən üç tərəfli görüş baş tutdu. Bu dəfə də Kreml rəhbəri Vladimir Putinin iştirakı ilə sərhəd təhlükəsizliyi və nəqliyyat əlaqələrinin açılması barədə danışıqlar aparıldı. Elə həmin ilin dekabrın 14-də Brüsseldə dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının o dövrkü prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü keçirildi. Tərəflər arasındakı təmas 2022-ci ildə də davam etdi. Amma bu dəfə video format şəklində. Daha sonra, yəni fevralın 4-də Fransa prezidenti Emmanuel Macronun təşəbbüsü ilə dövlət başçısı İlham Əliyev, Avropa İttifaqı Şurasının o dövrkü prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş baş tutdu. Mina problemi, münasibətlərin normallaşdırılması, kommunikasiya xətlərinin açılması və sülh sazişi üzrə danışıqların başladılmasına dair fikir mübadiləsi aparıldı. Liderlər elə həmin ilin aprelin 6-sında yenidən Brüsseldə toplaşdılar. 4 saat yarımdan artıq davam edən danışıqlar nəticəsində sülh müqaviləsi üzərində işə başlamaq və sərhəd komissiyasının yaradılması barədə danışıqlar aparıldı. Mayın 22-sində isə Şarl Mişelin vasitəçiliyi ilə sülh müqaviləsinin ilkin prinsipləri və humanitar məsələlər müzakirə edildi. Eyni zamanda sərhədlərin delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirildi. Brüsseldə növbəti üç tərəfli görüş 2022-ci il avqustun 31-də keçirildi. Tərəflər arasında sülh müqaviləsinin hazırlanması üçün substantiv işin sürətləndirilməsi barədə razılıq əldə olundu. Xarici İşlər Nazirləri sazişin mətnin hazırlanması üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırıldı. Bunun nəticəsində oktyabrın 2-sində Cenevrədə hər iki ölkənin Xarici İşlər Nazirləri görüşdülər. Bakı sazişin 5 baza prinsiplərini İrəvanın diqqətinə çatdırdı. Elə həmin ilin oktyabrın 6-sında Azərbaycan, Fransa, Avropa İttifaqı və Ermənistan liderlərinin Praqada Avropa Siyasi Birliyi zirvə toplantısı çərçivəsində 4 tərəfli görüşü keçirildi. Bu görüş Bakının növbəti diplomatik qələbəsi sayılır. 30 ildən sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqladı. Eyni zamanda İttifaqın sərhəddə müşahidə missiyasının yerləşdirilməsi məsələsi müzakirə edildi. Oktyabrın 31-də Soçidə prezident İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirildi. 44 günlük vətən müharibəsindən sonra əldə etdiyimiz zəfərlə Azərbaycanın həm regional, həm də qlobal sistemdəki rolu kifayət qədər çox dəyişib. Azərbaycan artıq yüksələn güc olaraq qlobal sistemin ən etibarlı tərəfdaşlarından biridir. Bunu bir çox istiqamətdə baş verən hadisələr, keçirilən görüşlər, bütün platformalarda Azərbaycanın təmsilçiliyi aydın şəkildə təsbit edir və sülh prosesinin normallaşmanın da kifayət qədər uğurlu bir xətlə cərəyan etdiyini nəzərə alsaq, Azərbaycanın təklif etdiyi ikitərəfli format çərçivəsində artıq Ermənistanla süni şəkildə yaradılmış münaqişə və 30 ilə yaxın davam edən işğal dövründən sonra Azərbaycanın ortaya qoyduğu sülh konsepsiyası əsasında 17 bənd üzrə prinsiplər razılaşdırılıb. 2023-cü il fevralın 18-də Münhendə prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antony Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü oldu. Mayın 14-də Brüsseldə tərəflərin növbəti görüşü baş tutdu. Mayın 25-də isə Moskvada prezident İlham Əliyevin Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üç tərəfli zirvə görüşü olub. İyunun 1-də Kişinyovda Fransa, Almaniya, Avropa İttifaqı liderlərinin iştirakı ilə qeyri-rəsmi görüş keçirildi. Burada diqqət kommunikasiya xətlərinin açılması məsələsinə yönəldildi. İyulun 15-i Brüsseldə liderlərin üç tərəfli görüşü keçirildi. Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərk silah edilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Noyabrın 30-da Qazax-İcəvan sərhədində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının görüşü keçirildi. 2024-cü ildə fevralın 17-sində Münhen Təhlükəsizlik Konfransında sülh müqaviləsi üzrə razılaşdırılmamış maddələr müzakirə edildi. Mayın 10-11-də Almatıda Xarici İşlər Naziri Ceyhun Bayramov və Ermənistanlı həmkarı Ararat Mirzoyanla danışıqlar aparıldı. Sülh prosesi və delimitasiya məsələlərinə toxunuldu. 2024-cü ildə də sərhəd komissiyalarının görüşləri baş tutdu. Nəticədə Qazaxın 4 kəndi, Bağanisayırım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarıldı. Oktyabrın 24-də isə Kazanda sülh müqaviləsinin yekun variantı və iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi.
2025-ci ildə isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı. İrəvan razılaşmadığı Bakının 2 şərtini də qəbul etdi. Mayın 16-sında Prezident İlham Əliyev Tiranada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baş tutdu. İyulun 10-da Əbu-Dabidə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirildi. Yaxın perspektivdə sülh müqaviləsinin bağlanması, regionda kommunikasiya xətlərinin açılması və digər məsələlərlə bağlı razılığın əldə olunması üçün münbit zəmin formalaşdı. Avqustun 8-də isə dünya tarixi ana şahid oldu. Sülh müqaviləsi Vaşinqtonda Prezident Donald Trumpın vasitəçiliyi ilə paraflandı. Razılaşmaya əsasən Zəngəzur dəhlizinin açılması planlaşdırıldı. ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət imzalandı. Oktyabrın 2-də isə Kopenhagendə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirildi. Tərəflərin Vaşinqton bəyannaməsini müzakirə etdikləri bildirildi. Bugün artıq biz görürük ki, bu dəhlizin işə salınması üçün artıq həm Ermənistan tərəfindən və Azərbaycan tərəfindən müəyyən işlər görülməkdədir və bugün biz deyə bilərik ki, sülh sazişinin imzalanması və nəqliyyat bağlantılarının artıq belə deyək, yaradılması istiqamətində çox təsirli tədbirlər görülür. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağını və eyni zamanda Trump marşrutunun işə salınmasının şahidi olacaq. Normallaşma prosesi hələ də davam edir. Oktyabrın 21-22-sində ilk dəfə olaraq Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət heyət İrəvana səfər etdi. Tərəflər sülh prosesi ilə bağlı danışıqlar apardılar. Yaxın vaxtlarda Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin də Azərbaycana səfər edəcəyi gözlənilir. Bundan başqa Bakı İrəvana qarşı bütün tranzit məhdudiyyətlərini aradan qaldırdı. Artıq Qazaxıstan taxılı maneəsiz şəkildə Ermənistana daşınır.